video çəkiliş edirdilər, monitoring keçirdirdilər, damı çəkibdilər, evi çəkibdilər, kuxnanı çəkibdilər, otaqları çəkibdilər. Mən başa düşə bilmirəm, bunlar bu verdikləri heyvanı mən evdə saxlamalıyam, yoxsa damda? Goranboy rayon özünü məşğulluq idarəsi bizim ailəni yenə aldatdı. Regional tərəfindən monitorinq keçirilib, monitorinqə cəlb edilmişik. Bunları Media TV Az Media qrupuna bildirən Goranboy rayon Təhlə kəndində yaşayan Əliyev Emin Tahiroğlunu təqdim edirik. Qarşı tərəfi dinləməyə hazırıq. 3 az yaşlı uşağımız var. Mənim şikayətim buradan Goranboy rayon özünə məşğulluq idarəsindəndir. Bu qoyunçuluq təsərrüfatı ilə bağlı yoldaşım Mehdiyə və Aysel Vahid qızının adını 2024 fevral ayının 9-da qoyunçuluğa yazdırmışdım. 1 il 8 aydır. Demək olar ki, 2 dəfə çəkiliş olubdur. Bir dəfə müdür nümayəndəsi Fərid müəllimlə Anar müəllim gəlibdi. Video çəkiliş edirdilər, monitoring keçirdirdilər, damı çəkibdilər, evi çəkibdilər, kuxnanı çəkibdilər, otaqları çəkibdilər. Mən başa düşə bilmirəm, bunlar bu verdikləri heyvanı mən evdə saxlamalıyam, yoxsa damda? Demək olar ki, Bakıdan da yoxlanış gəlibdi, monitoring keçirdirdilər. Sonra çoxsaylı videolardan, şikayətlərdən sonra təlimə çağırdılar. Onlayn təlim keçirildi, imtahan da olundu. Hələ ki, bu heyvanın paylanışı ilə bağlı bir xəbər yoxdur. Dəfələrlə Dost Agentliyinin qaynaq xəttinə videoda atmışam. Hələ ki, bu barədə bir xəbər yoxdur. Xahiş edirəm, cənab prezidentimizdən köməklik istəyirəm. Xahiş edirəm ki, cənab prezident, bu məsələ ilə bağlı bir ciddi məşğul olasınız. Mənə bir köməklik göstərəsiniz. Biz də bu qoyunçuluq təsərrüfatı ilə bağlı biz də qoyun saxlayaq.